Covid dönemindən sonra həmin bu göbələk xəstəlikləri sağalmır. Doktor, sağalmayan göbələk xəstəliyi üçün nə edək? Bir balaca əvvələ başlıq vereyim. Yəni bu xəstəlik nədir? Baxın, göbələk xəstəliyi illərdir var. 100 illərdir. Konkret bir vaxt deməyim. Amma məsələn mən tam etiraf eləyirəm də. Vaxt var idi ki, göbələk xəstəliyi həmin o bədəndə yayılmışdır. Qasıq epidermofitkiyası olsun, trixofitiyalar, mikrosporiyalar. Bu xəstələr heç gəlib həkimə çıxmırdı. Aptekdə bir aptek işçisi, əczaçı, istə bir kremləri, hansısa bir losyonu verirdi və bu insanlar 5 günə, 10 günə çox rahat sağalırdı. Yəni bu qədər sadə bir xəstəlik idi. Amma çox təəssüflə qeyd edirəm. Bu Covid dönəmindən sonra çox yəqin ki, immun sistemində olan dəyişiklik, mənim şəxsi fikrim də deyil, çünki belə bir fikirləşilir. Hətta mən deyərdim, bütün dünyada artıq problem yaranıbdır. Mən Çində də mövzuya baxmışam. Çin həkimlərinin də şikayəti var. Almaniyada həkimlərinin də şikayəti var ki, artıq son illər, 3 ildir, 4 ildir, 5 ildir, Covid dönəmindən sonra həmin bu göbələk xəstəlikləri sağalmır ya da müalicəyə tabe olmaq istəmir.